Salam, hər vaxtınız xeyir. Dünya Kriminalı TV efirdədir. Sizinlə təsisçi və baş redaktor Əjdər Təzəxanoğludur. Son zamanlar, yəni bizim dövlət başçımızın düşənbədə Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putinlə görüşündən sonra biz inanırdıq ki, hardasa Rusiyada baş verən hadisələrlə əlaqədar irəliləyiş olmalıdır. Doğrudan da elə bu irəliləyiş, elə bir belə götürək, təkan götürdü ki, gözləmədiyimiz şeylər alındı. Hal-hazırda biz Rusiya ekranlarına, televiziya, Rusiyanın birinci kanalı olsun, ORT, RTR kanalı, bütün kanallara baxanda doğrudan da Solovyovların, Simonyanların olsun, fərq eləmez, Zatolinlərin olsun, Baqdasaryanların olsun, hamısının bu ermənilərin, eləcə də rusların, Azərbaycanın Rusiya xəyanət etməsindən, Rusiya elə bir Azərbaycanı satqın kimi adlandırması və yaxud da ən yaxşı vəziyyətdə belə götürək, güya ki, Rusiya Azərbaycanı ən axırıncı tikə çörəyini verib, indi Azərbaycan nankör kimi çıxıb buna. Belə bir vəziyyət alınır. Mən əvvəl Rusiya haqqında bir kəlmə söz deyim. Ondan sonra keçib ətraflı məğz məramını izah edərəm. Doğrudan da Rusiya qüdrətli dövlət. Biz də gözləmirdik. Rusiya prezidenti ilə Azərbaycan prezidenti düşənbə görüşündən sonra doğrudan da elə bir irəliləyişə təkan verildi ki, mənə zəng edib Yekaterinburqdan bilmirəm, düzdür, səhvdir, məlumat verdilər ki, doğrudan da orada Rusiya-Azərbaycan Konqresinin region üzrə rəhbəri Şahin Şıxlinski və o övladı azad olunub. İndi hal-hazırda evindədir. Sonra Voronejdə olan hadisələr nə əlaqədar? Voronej bizim iş adamını, həm yerlimizi hansı ki, həbs eləmişdilər, onu da buraxıblar. Mən indi hələ mənə dəqiq məlumatlar gəlmir. Mən zəng edirəm, dəqiq məlumatı verən yoxdur. Hələ orada bizim ziyalılardan Abbasov, Əziz Azayov'un hələ məsələsi qalıb. Biz hələ onu öyrənmək istəyirik, orada necə oldu. Amma Azərbaycan dövləti də öz növbəsində burada olan Rusiyanın belə götürək FSB-sinə işləyən, təhlükəsizlik xidmətinə işləyən əməkdaşını azad edib onu belə götürək, ekstradisiya elədib Moskvaya. Yəni, bu qarşılıqlıdır. Amma bunların içində ən gözəli bilirsiniz nədir? Məsələn, baş redaktor kimi mənim üçün çox gözəl, çox qəşəng, çox maraqlı, bəlkə də millətim üçün də maraqlı alındı ki, görüş elə bir zamanda baş verdi ki, həmən zamanda Rusiya Federasiyasının prezidenti özü etiraf elədi ki, onun hərbiçilərinin ehtiyatsızlığından, indi nə hansısa səbəbdən bizim dekabrın 25-də təyyarəmizi Qrozny ərazisində vurublar. Bu söhbət bağlandı. Onun etirafı mənim üçün milyarda dəyər. Sadəcə onun o biri cəhətdən sözü ki, bəli, araşdırmalar gedir, cəzalarını alacaqlar. Bu da ikinci tərəfi. Xoşdur. Bu olmalıydı. İndi onu əgər biz bir il bundan qabaq belə desəydik, maraqsız alınardı və yaxud da görüşə geçsəydik və yaxud da mayın 9-da prezidentin, dövlət başçımızın mayın 9-da parad günündə Moskvada, Kremldə iştirak eləsəydi, bu doğrudan da bu dərəcəyə gəlib çatmadı. Doğrudan da dövlət başçısına orada Rusiya Federasiyasında yaşayan elita təbəqəsinə qarşı olan təzyiqlərin, münasibətin yavaş-yavaş normallaşdırması üçün Rusiya Federasiyasına mənə zəng olan zənglərə görə sizə minnətdarlığını bildirirlər. Əminik ki, gələcəkdə də bu tempdə Rusiya-Azərbaycan əməkdaşlığı davam edəcək, lakin istənilən halda müstəqil dövlətimizin prezidenti kimi bilirik ki və gördüyümüzə görə istənilən dövlətin başçılarıyla hansısa müzakirələr aparanda dövlətin mövqeyini, marağını ön planda qoyaraq elə də hərəkət edirsiniz. Ona görə də dövlətimizin bugünkü gündə dünya miqyasında tanınmasında istəyir Afrikada olsun, istəyir Qərbdə olsun, Avropada olsun,
istəyirsiniz Asiya qitəsində olsun, fərqi yoxdur. Sizin hörmətiniz hər yerdə var, dəstəkləyirlər sizi, hörmət edirlər. O da bizim dövlətimizin, millətimizin başının uzalığıdır ki, siz xarici aləmdə Azərbaycanı təmsil edərək Azərbaycanı həmişə uca tutursunuz. O da hər şey millətin maraqları üstündə qurulmalıdır. Onu da qurursunuz, siz bilirsiniz. Rusiya doğrudan da qüdrətli dövlət. Mən Rusiya haqqında nə az nə çox 50 bölüm çəkiliş aparmışam. Çünki Rusiyanı inanmıram ki, nə Rusiya Federasiyasında yaşayan bir adam, nə də Azərbaycanda yaşayan bir adam məndən çox yaxşı tanısın. Heç kim tanıya bilməz, heç kim görə bilməz. Çünki mən 10 il orada dayanmadan, dedim Sakit Okeandan, Vladivostokdan dedim də Kamçatkaya gedəndə Yaponiyanın Hakkaydasında görürəm, Kuril adalarında görmüşəm, Berengoy dənizində görmüşəm, Axot dənizində görmüşəm, olan qranistlərini də görmüşəm, hamısını düz Baltik dənizində kimi, qərbə kimi, sərhəddə kimi hamısında olmuşam. Rusiyanın çörək qazanılan yerləri əsasən mən gördüyüm, bildiyimə görə mən üçünü saysam pis olmazdı. Bunu saymaqdan məqsədim nədir? Bunu saymaqdan məqsədim odur ki, çox zaman onların blogerləri, siyasətşünasları danışanda həmişə deyirlər, Azərbaycandan kör çıxdı, biz Azərbaycana çörək verdik, Azərbaycan Rusiyanı arxadan vurdu belə. Heç kimə çörək verməyib. Hələ keçmiş SNG respublikalarının 41-45 müharibəsinin qələbə çalmasında Azərbaycanın göstərdiyi ilə nefti sizə bəs eləyir. İndi qalan şeylərdə yavaş-yavaş indi sizə izah eləyəcəm ki, nədir, nə deyil. Belə götürək, o Vladivostokdan gələndə, yəni uzaq şərqdən gələndə biz, Xabarovsk tərəfdən gələndə doğrudan da belə bir vilayət var orada, Yakutiya. Onlar da Türk Altay qrupuna daxil olan millətlərdəndir. Onların paytaxtı Saxa şəhəridir. Orada qızıl mədənləri çoxdur. Bizdə əhalisi yakutlar olduğuna görə belə bir şey var. Yakutlar çox yaşaya bilmirlər. Elə bir, məsələn, 40-50 yaşdan, 60 yaşdan çox yaşaya bilmirlər. Bir də çox soyuq zonadır. Ora qızıl mədəndir. Rusiyanın, dedim, qüdrətli olmasının birinci çörək verənin yeri Yakutiyadır. İkinci yer Krasnoyarsk krayıdır. Mən onu keçən dəfə izah elədim. Krasnoyarsk krayının belə bir oblastı var. Dalqanı-Neneski avtonomlu okrug. Krasnoyarskinin özündən şimal tərəfə 2000 kilometr aralda yerləşir. Paytaxtı Dudinka şəhəridir. Azərbaycanda tanınan ən böyük şəhəri, həmən muxtariyyət olan əyalətin ən böyük şəhəri Norilsk şəhəridir. Orada çox deyil, Norilskidir, Talnaqdır, Ağqanirdir, Kayırgandır və paytaxt Dudinka şəhəridir. Orada 5000-dən çox Azərbaycanlı yaşayır. Ora Rusiya Federasiyasının ən çörək verən yerlərindən biri, yəni qazanc yerlərindən biri ondan ibarətdir ki, orada Mendeleyev cədvəli, mən onu məlumat vermişdim, Mendeleyev cədvəlinin 85% elementləri orada istehsal olunur. Və orada da Azərbaycanlıların xüsusi əməyi var. Üçüncü tanıdığım yer Tümen vilayətidir. Tümen vilayəti bilirsiniz ki, Tümen vilayətinin 2 dənə avtonomiyası var. Biri 840 kilometr aralda yerləşən Tümendən Surgut şəhəridir ki, paytaxtı Surgut şəhəri olan Xanты-Mantiyski avtonomlu okrugdur. İkincisi isə Yamala-Neneski avtonomlu okrugdur. Onun da paytaxtı Noyabrsk şəhəri sayılır. Deməli, Kaqalımdan Surgutdur, Kaqalımdır, Neftyuganskidir, Radujnidə axırıncı şəhəri, məsələn, Nijnivartovsk şəhəridir, Radujnidən sonra. Orada axırıncıdır. Amma ayrı bir səmtə gedir, Surgutdan 200 kilometr aralda Xanты-Mantiskinin özünün şəhəridir. Onların paytaxtı Surgut şəhəridir. Surgut şəhəri haqqında danışmağa dəyməz. Ona görə ki, Surgut şəhərini hamı tanıyır. Çünki bizim Tümen vilayətinin, Tümen Respublik, belə götürək, Tümen vilayətinin inkişafında bizim həm yerimiz, bizim elm adamımız, bizim alimimiz, bizim belə götürək, arxeologumuz deyim, nə deyim sizə, dahimiz
Azərbaycanın fəxri oğlu, Şəmkirli balası bizdə Fərman Salmanovun adını çəkmək istəyərdim. Fərman Salmanov elə bir hərəkət elədi ki, çox çətin vəziyyətlərə 20-ci əsrin ortasından sonra, yəni 60, 70, 80-cı illərə gedir. Elə əziyyətlər çəkdi ki, o əziyyətlərə baxmayaraq axıra kimi dayandı. Bugünkü gündə Rusiya dövlətini çörəyə çatdırdı. O dediyim 2 dənə avtonomiya, Xanты-Mantıyski okrugla, avtonomlu respublika ilə Yamalo-Nenetski avtonomlu okrug arasında belə bir şey var. Bunlar bataqlıq olurlar. Bu bataqlıq üstündə şəhərlər qururlar. Və həmən şəhərlər qurduqsa, Azərbaycanlılar buradan, onda SSR vaxtı, buradan gediblər, onların yaranmasına, işləməsinə yaxından köməklik edirlər. Mən də indi ruslara izah edirəm. Deyin görüm, siz çörək vermişsiniz, ya biz yaratmışıq, hələ biz yaradırıq, biz qururuq. Siz deyin görüm, bizə niyə deyirsiniz ki, xainlik edib arxana vururlar. Siz amma SNG-nin keçmiş 15 dövlətinin hesabına yaşamısınız. 41-45-i də onların hesabına qələbə çalmışsınız.